Salam, hörmətli abituriyentlər. 27 aprel 9-cu siniflərin sonuncu imtahanının qayda suallarını izahləmək istəyirəm. Zəhmət olmasa bəyənib paylaşın, daha çox abituriyent faydalansın. Başlayırıq. İcbar növdə olan feilləri istəyir. İcbar növün şərti odur ki, iş başqasına gördürülməlidir. Bir də təsirli feilin üzərinə dır və ya t şəkilçisini, feildən feil düzəldilən dır və ya t şəkilçisini gəlməklə düzəlir. Hər iki şərtə uyğundursa biz icbar növ götürürük. Ütülətmək feildən feildir və başqasına gördürür. Mişarlatmaq da başqasına gördürür, möhürlətmək də başqasına gördürür. Göründüyü kimi icbar növü bütün şərtlərinə uyğundur. Ona görə cavab A bəndi. Köməkçi nitq hissələrinin ardıcıllığını istəyir. Əlbəttə modal sözdür. Birinci bir gələcək. Ona görə 3 bənd getdi. Ya C-dir, ya D-dir. Lakin bağlayıcıdır. Sonra 2 gələcək. Ancaq kişilərin adını bilirlər. Yalnız kişilərin. Ancaq yerinə yalnız qoyuramsa, deməli o ədaddır. Sonra da 4 gələcək. Cavab D bəndi. Cümlə ilə bağlı uyğunluğu istəyir. Bu tip suallarda doğrudan doğrunu, yanlışdan yanlışı seçirik. Getmək istəmirdim, ancaq o israr etdi. Bu mürəkkəb cümlədir. Mən istəmirdim, o israr etdi. 2 qrammatik əsası var. Biri mübtədası odur, birinki məndir. Tərkib hissələri bağlayıcı ilə bağlanıb. Bəli, ancaq o israr etdi, amma o israr etdi. Bu qarşılaşdırma bağlayıcısıdır. 1-ə plus qoyuruq. Təmsiz xəbərli sadə cümlədir. Sadə cümlə deyil, 2 qrammatik əsası var. Mürəkkəb cümlədir. Tərəflər arasında bərabər hüquqluluq var. Bəli, tabis mürəkkəb cümlə olduğu üçün bərabər hüquqludur, amma bunu yanlışa yazdığı üçün götürə bilmərik. Tərkib hissələrindən biri şəxsiz cümlədir. Yox, hər ikisinin mübtədası var. Şəxsiz cümlənin biz bilirik ki, mübtədası olmur, təsəvvür edilmir. Yanlışa da yanlış dediyi üçün 4 doğrudur. Cavab olacaq 1, 4. B bəndi. İsmi birləşməni istəyir. İsmi birləşmənin əsas tərəfi adlar olmalıdır. Adlar yəni feildən başqa digər əsas nitq hissələri. Baxırıq, gələn feildir, deməli feili birləşmədir. Gəlmək feildir, feili birləşmədir. Oxuyanda, oxumadan bunlar da feili bağlamadır, yəni feildir. Cavab olacaq ellər yaraşığı. Yaraşığı addır, ona görə ismi birləşmə C bəndidir. Ələyim sözündə y bitişdirici samit olduğunu nəzərə alsaq, hansılar doğru olar deyir. Deməli, bunu ki kimi yox, ki olsa ələyim, mənim ələyim isim kimi olardı, amma y deyir, bitişdirici samit, yəni bu feil kimi düşünməliyik. Onda belə təhlil etməliyik. Əl sözünün köküdür, isimdir. Ələmək isimdən feil. Y bitişdirici, da əmr şəklinin şəxs sonluğu, mən ələyim. 2 leksik, 1 qrammatik. Biz dedik ki, bu bitişdiricisi 1 leksik olur. Ona görə 1 getdi. Əvvəlinə isim olsaydı mənim artırardıq. 2 də getdi. 1, 2-nin çıxanda cavab çıxır 3, 4, 5-dir. Bəli, təsvirlənən feildir. Feilin şəkilləri təsvirlənən feil yaradır. Bu da əmr şəkli olduğu üçün təsvirlənən feildir. Birinci şəxsin təkidir, o da düzdür. Feili xəbərdir, bəli, o da düzdür. Cavab 3, 4, 5 C bəndi. Bütün sözlərin yazılışı fərqlidir. Babək milli sözlərdə k, sait, milli sözlərdə k-dan sonra sait gələndə y-yə keçir. Babək alınma olduğu üçün olduğu kimi qalacaq Babəkin. Arazın olduğu kimi qalacaq. Süleymana olduğu kimi qalacaq. Kəndə olduğu kimi qalacaq. Qonaqlar gələcək. Amma C bəndindəki isə fərqli tələffüz olacaq. Biri iş kimi, biri x kimi. Ona görə cavab C bəndidir. Şəxs əvəzlikləri ilə bağlı düzgün fikirləri istəyir. Şəxs əvəzlikləri ismin yerində işlənir və ismin bir çox xüsusiyyətini daşıyır. Kəmiyyətcə tək və cəm olur. Bəli, isim kimi tək və cəm olur. Deməli, 1 doğru fikirdir. Hallana bilmir, bu səhvdir. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişə bilmir, hallana bilir. Üçüncü şəxsi bildirən insan, heyvan və cansız olur. Bəli, o deyəndə biz həm insan, həm heyvan, həm də cansızı başa düşürük. O görə 3 də düzdür. Yalnız mübtədası olur, səhvdir. Bütün cümlə üzvləri o kimi şəxs əvəzliyini işlətmək olar. Ona görə 4 də səhvdir. Mən və biz yiyəlik halda fərqli şəkil çıxarır. Bəli, mənim kitabım, bizim kitabımız. Yiyəlik halda ım qəbul edir. Ona görə cavab 1, 3, 5 olacaq. Cavab A bəndi. Son 3 sual.
Havanın təmizliyi sağlamlığın birinci şərtidir. Mübtəda nə ilə ifadə olunub? Sağlamlığın birinci şərtidir xəbər. Nə? Havanın təmizliyi. Yiyəlik mənsubiyyətdə ismi birləşmə yaradır çox vaxt. Fe'li birləşmədə yaradır buna görə. Ona görə cavab ismi birləşmədir. Havanın təmizliyi ismi birləşmə olacaq. Üçüncü nöqtənin söz birləşmə. Cavab E-bəndi. Düzəltmə sözləri istəyir. Oxumaq sadədir. Qardaş sadədir. Çəməndən sadədir. Səhrayı sadədir. Ölçülü sözündə 2 leksik şəkilçi var. Qayğıkeşlik sözündə 2 leksik şəkilçi var. Bağlantı sözündə 3 leksik şəkilçi var. Bağ, bağla, bağlanmaq, bağlantı. Ona görə düzəltmə sözlər dediyi üçün cavab B bəndidir. İlk söz yalnız xitab kimi düşünülə bilər. Yəni mübtəda kimi yox, yalnız xitab olsun. Sahib, Elşən və Tuqayı tədbirə dəvət etdilər və bunu mübtəda kimi də düşünə bilirəm. Ona görə bu getdi. Sabir, Orxan, Turac, Anarla danışılsın. Sabir, Orxan, Turac və Anarla danışılsın. Burada da yenə mübtəda kimi düşünə bilərəm. Ona görə getdi. Akif, Vəli və Toğrul danışsınlar. Yenə mübtəda kimi də düşünə bilərəm. Aysu, Nuray məsləhətləşsin. Lər, bu da mübtəda kimi düşünə bilərəm. Amma Lalə, Əhməd də, Uğur da hesabat açılacaq. Amma burada yalnız xitab kimi. Çünki buradakı əgər bu mübtəda ola bilərdisə, gərək bunun da dadəsi olardı. Lalə də, Əhməd də, Uğur da belə olardı. Əgər birində buraxıb digərlərində dadəni saxlayıbsa, demək istəyir ki, yalnız bu xitabdır. Cavab E bəndidir.